Əziz tamaşaçılar, ləziz macərada yenidən biş-düş zamanıdır. Gedək görək, Qazax rayonuna məxsus daha hansı yeməkləri biz pişirtdirə bildik. Getdik. Mən Elşən ustanın yanındayım. Bugün sizin üçün Qazaxa aid, Qazaxda ən çox pişirilən yeməkləri sizin üçün hazırlayacaq. Hər vaxtınız xeyir olsun Elşən usta. Çox sağ olun, sizdən belə hər vaxtınız xeyir olsun. Tamaşaçılar üçün bugün hansı yeməkləri pişirəcəksiniz? Kupati, bir də madambo var. Nə? Kupati. Kupati. Yəni qol bastı. Azərbaycanda qol bastı. Yəni onun qolun bastı əhəri, yəni qolun ərisi. İndi pişirib baxarıq görək. İkinci yeməyin adı nə idi bəs? Madambo var. Gərək hansından başlayaq? Birinci hansı yeməyi pişiririk? Birinci qol bastıdan başlayaq, sonra madambo var göstərə bilərik. Yaxın gəlin, qaçmayın sizə. Qol bastı porsiya 1 kilo mal ətindən, yarım kilo quyruqdan, kişniş, nar dənəsi, sarımsaq və soğandan ibarət. Başlayaq, bir görək. Hazırlayaq. İndi nə ayırıq? Bunu ət maşına çəkirik. O bağırsaq niyə orada bax belə qalır? Bu bağırsaq xüsusi düzəldilmiş alətdir. Ət maşının qabağına bərkidilmişdir. Ona görə ki, bu ət maşından çıxan ət bu bağırsağı dolmalıdır. Və bundan kupati düzəldilir. Ondan sonra bu bağırsağı çəkib doldurduqdan sonra bax bunu bu istiqamətdən bir qarış ya bir qarış biraz bax bu istiqamətdə bax beləcə biraz təmizləyib bax belə bururuq. Arada məsafə saxlayırıq da. Yəni bunların hər birindən boşluq yaradıb bururuq. Baxın tamaşaçılar. Və onu da qeyd edirəm ki, Qazaxda pişirilən əsas yeməklərdən biridir. İndi onu nə edirik? Bunun 2 dənəsi bir porsiyadır bizdə. İstəsəniz bir dənəsini qızarda bilərəm, bir dənəsini kebab edə bilərəm. Mənə kebabla maraqlıdır, qızartma da maraqlıdır. Bəlkə hərəsindən elə biraz eləyək? Eləyək. Baş. Beləcə bir dənə bax bu. Bax beləcə kəsilir. Bəli, baba, bu belə kəsildikcə. Yox. Bu hamısı bax belində bax kəsilir, hazırlanır. Heç biri dağılmır. Bəs bunu belə hazırlayıb saxlamaq olurmu? Saxlamaq olur da, yəni soyuducu saxlamaq olur. Xarab olmaz da. Yox. Gəldik manqalın yanına. Hal-hazırda bu dəqiqə bu bir porsiya kupatini kebab eləyəcəyik. Bunu şişdə də eləmək olar, setkada daha yaxşı olur. Şişdə dağlara? Yox, dağılmaz. Şişdə prosto bunun bir balaca bu düz vəziyyətdə alınır. Ancaq setkada bu əyri vəziyyətdə nətər qoymuşuq, o vəziyyətdə də qalır. Jalon isindikdən sonra yağ əlavə edirik. Yəni tava yaxşıca isinir, daha sonra isə yağ əlavə olunur. Yağ əlavə olunur, yağ sinsin. 200 saniyəli, 200 dəqiqədən sonra yağı da yaxşı isindikdən sonra yağ yaxşı sinəndən sonra isindikdən sonra bəli. İndi mənə maraqlı olacaq görə bunun kebabı yaxşı olur, yoxsa qızartması yaxşı olur? Daha çox sizdə hansını bəyənirlər? Kebabı da yaxşı olur, qızartması. İndi birini ən çox bəyənir. İnsanlar zövqlə asılır. Siz hansını daha çox bəyənirsiniz? Fərq eləmir, ikisi də dadlı olur. Yox da, yox, biri olmalıdır. Nə deyim valla, yəni indi pisləmək istəmirəm. Yox, pisləmək istəmirəm. Belə ki, pisləməkdən burada pisləmirsiniz ki? Yox, yəni qızartma, kebab istəməyən adam elə insan var, yağlı istəmir. Bunu kebablı istəyir. Bu ona görə deyirəm ki, mən yağ da xoşlayıram, közdə pişən də xoş. Elə insanlar bilir, közdə pişir deyir, yəni yağda istəmir. Bu yağda pişən bir balaca yağlı olur. Ona görə yəni yağlı istəməyən insan közdə istəyir, yağlı istəyən insan deyir yağda pişir. Yəni qızıldan sonra bax bu kupati bax bu vəziyyətdə yarın kapırıyoruz. Vay, çok şişti. Bağırsak o da patlamaz. Yox. Bu pişə-pişə manqalımıza baxaq.
Vəssalam. Bəli. Kabab hazırdır. Kababımız hazırdır. Bəli. Kababı. Kupati. Kupati ne yox? Kupati. Kupati. Kababı hazırdır. Necə qaldı onu boşqaba düzün sürəyə təqdim eləmək. Kupati. Kupati. Kupati yeməyi yəni. Bu kababıdır kupatinin. Qol bastı. Qol bastı. Bu Qolun hazırda nərisi. yəni kupatinin kababıdır. Kababıdır. Birazdan Kızartmasını göstərəcəyik. Bəli. Nar dənəsi, limon, göy. Bəli, bu da hazırdır. Kupatinin qızartması hazırdır. Biz keçirik ikinci yeməyə. İkinci yemək necə idi? İkinci yemək Madame Bovar'dır. Yəni, Madame Bovar yeməyi. Madame Bovar onu siz kimi hazırlayan bir qadın olub. Onun əsl adı Julen. Julen. Yəni Madame Bovar ona görə deyirlər, yəni hal-hazırda, yəni fransız yeməyi. Madame Bovar Qazaxda hazırlanan yeməklərdən biridir, belə deyək də. Yaxşı, onu hazırlamaq üçün nədən istifadə olunur? Necə hazırlanır? Biraz məlumat verək. Əti birinci pörtlədirik. Biraz 20 dəqiqə, yarım saat pörtlədikdən sonra onu çıxardıb xırda-xırda doğrayırıq. Bunu bu vəziyyətə doğrayandan sonra bunu tavaya bəli. Tavaya qoyuruq. Tavada pişir. Bəli, tavada pişir. Sonra bunun öz qabı var, göstər, saxsı qablar deyilir. Bəli. Baxın belə öz qabları. Öz qablarıdır. Buna belə əlavə olunub, hazırlanır. Necə, onda pişəcək, bunda pişəcək? Yox, onda pişirik. Birinci dərəcə tavada. Ətdən sonra göbələklər doğranır, nazik beləcə doğranır, məlumat verək. Ha. Sonra köbələkləri yəni tavaya... Çiğdir da? Bəli, çiğdir. Köbələkləri yəni tavaya doldururuq. Köbələkləri tavaya doldurduqdan sonra yenə soğanır. Bunu yenə eyni tavaya doldururuq. Qarışdırmırıq? Yox. Qarışdıranı qazda qarışdıracaqsan tam. Yağ. Yağ əlavə olunur. Bax, görürsünüz bunu. Biraz qara sör. Və duz əlavə olunur. Biraz da duz. Bəli. Biraz da duz. Mayonez əlavə olunacaq. Mayonez axırda. Onun olar ki, yarısını mayonezsiz edir. Operatorımız mayonez sevmir. Yox, o mayonezsiz alınmır. Operator üzr istəyirəm, bağışla. Sən, bunun adı nədir bu yeməyin? Yadından çıxıb. Madame Bovar yeməyinə həssas olacaqsan. Julen. Yəni mayonezsiz, yəni ancaq tavada yə bilər o. Yaxşı, sən tavadan əvvəlcədən yərsən, sonrasını biz həll eləyərik. İndi nə edib aparırıq? Sobanın üzərinə. Sobanın üzərinə. Sevgilimdir. Tavanın qazın üzərinə qoyandan sonra bir müddət gözləyirik. Bu bir balaca qızarmalıdır. Yəni sobanın üzərində yağ, soğan, ət, köbələk. 10 dəqiqə gözləməliyik də belə. Bəli, 10 dəqiqə gözləməliyik. 10 dəqiqə gözləyək, 10 dəqiqədə fasiləyə çıxaq biraz deyirəm. 10 dəqiqədən sonra yenidən bərabər olacağıq. Axırda Elşən ustanın pişirdiyi yeməkləri ləzzət unutub yeyəcəyik. Yemək orada pişir, mən də boğazım ağrıyır, həm də şüyürəm, həm də biraz... Başda sizə bir çay dəmir. Yorğunluğu aradan götürək deyə. Mən qəşə bir çay dəmirsin. Çəşotu ilə, nə vrənisi, qarışıq. Kəkliyotu olan yerdə nə qara çay. Başınız var olsun. Vəssalam. Hə, közdə dəmlənir. Közdə çay. Artıq kəkliyotun deyir. Farid, hazırsan? Çox.
neyimiz? Madam Bova. Bova hazırdır. Hazırdır. Məsələn, indi onu bir dənə qaldı servis eləmək, düzdürmü? Aha. O pişdikdən Bax, bu sonra öz qabına, bax, beləcə. bəli, saxsı qablar deyirlər. Yəni. Əlavə olunur. Bu demək olar ki 2 porsiyadır. Aha, burada 2 Ha, porsiya. 2 porsiyadır. Yəni bu 2 porsiyadan artıq olduğuna görə biraz mən bunu Orada siz götürürüm. biraz qalsın ki, Yox. operatorumuz mayonezsiz yeyir. Mayonezsiz yeyir. Yəni səsə eləyə bilərəm. Mən operatorda düşünürəm. Mayonez sevməyən insan mayonezi nə ilə əvəz eləyə bilər? Bilə Məsəl bilər. üçün nə ilə? Nə deyim valla, qatıqla. Qatıq ola bilər, smetana xamı ola bilər. İnsan var ki, gəlir yayma xəncər istəyir. Deyir onu qatıqla əvəz elə. Qurudur. Yəni qurutsuz xəncər heç nədir. Məsəl üçün mən də qatıqlamı sarımsaq qatıqla xoşlayıram. Hə, Sonra yəni qiyməli xoşlayıram. qiyma ilə olur, entası yəni Niyə sarımsaq qatıqla olur? Sarımsaq əlavə olunsa hə. İndi nəyə qaldı bunun? bunun üzərinə pomidoru bəzək vurmalıyıq. Bəli, bunu belə pişmiş vəziyyətində bunu düzəldəndən sonra bunu tuxopkaya, tuxopkamız var. Sobaya Bəli, qoyulacaq. sobaya qoyulacaq. Okay. Neçə dəqiqədən sonra 5 hazır olacaq? dəqiqədən sonra, 5 dəqiqədən sonra bunu birinci mərtəbədən götürüb ikinci mərtəbəyə qoymalıyıq. Bəli. Ondan sonra 5 dəqiqə orada qalmalı. Nəsə 10-15 dəqiqə Julien, yəni Madam Bovar, Bova, Julien Madam Bovar hazırdır, bəli. Julien Madam Bova yeməyimizdə, yəni axırıncı yeməkdə hazır olacaq. İndi isə mən keçirəm süfrə başına, yeməklərin dadına baxacağam, görüm Elşən usta yeməkləri necə hazırlayıb. Getdik. Bugün Elşən usta ilə birlikdə, əslində yəni mən sizə göstərdim, çəkib göstərdim. Elşən usta hazırladı. 2 cür yemək hazırladıq. Kupati və Madam Bovi Julien. Kupatini 2 cür hazırladıq. Biri kabab, digəri isə qızartma. Əlbəttə ki, Elşən usta sizə əziyyət verdiyi ən böyük təşəkkür sizə düşür. Çox sağ olun, təşəkkürümü bildirirəm. Amma çəkilişdə bizə kömək elədiyinə görə Bilal bəy sizə təşəkkürümü bildirirəm ki, qapılarınızı bizim üzümüzə açdınız. Biz də belə gözəl çəkiliş elədik. Sağ olun, sizə təşəkkür edirik. Gəldiyiniz ayaqlarınız var olsun. Həmişə belə yaxşı çəkilişlərə gələsiniz. Çox sağ olun. Nəsə sözünüz var deyil. Yox, sözümüz yoxdur. İcazə verirsinizsə də, yəni Julienlə bir balaca Bir iki dadına baxacağam. Hər kəsə təşəkkürümü bildirirəm. Əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. Qaldı bir cədinə yemək. Nuş olsun bizə. Həqiqətən çox ləzzətlidir. Mən yəni Julien xoşlayanam. Yəni arada yeyirəm, amma çox ləzzətlidir. İlk dəfə ki bişirildi. Əslində yəni Qazaxda hazırlanan yeməklərdən biridir. Yeyilir. Bu restoranda daha çox hazırlanır, bişirilir. Çox ləzzətlidir. Fərqli və ləzzətli. Tərəddüd edirdim bu yemək ki. Nə bilim bağırsaqla necə. Amma sarımsaqla tamı da çıxırdı. Yox, ləzzətlidir. Mən də tərəddüd edirdim o yemək üçün, amma çox ləzzətlidir. Yəni məsləhət görürəm, siz də evdə hazırlaya bilərsiniz. Yerəm, mən bütün yeməklərin dadına baxdım. Hamısı da bir-birindən ləzzətli idi. Hər ikinizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, kamera arxasında da kömək olanlar oldu, əziyyəti keçənlər oldu. Hər birinizə təşəkkürümü bildirirəm. Yeməklər çox ləzzətli idi. Hər kəsə də tövsiyə, məsləhət görürəm ki, evdə rahatçılıqla bişirə bilərsiniz.